Səssizdir, danışmır, görünüşü də sadədir, amma ən kritik anlarda öz vəzifəsini icra edir. Hər gün yanından keçdiyimiz bu beton maneələrə yəqin ki, çoxumuz diqqət yetirmirik. Amma bəzən cəmi bir neçə santimetr qalınlığında olan bu beton konstruksiya bir ailənin həyatını xilas edə bilir. Jersey bariyeri adlanan bu mühəndislik həlli 70 ildən çoxdur ki, dünyanın bir çox ölkəsində təhlükəsizliyin səssiz keşikçisidir. Bəs bu bariyerlər necə yaranıb? Niyə məhz bu formadadır? Bunu isə az sonra birlikdə öyrənəcəyik. Bu bariyer ilk dəfə New Jersey ştatında magistral yollarda qarşı-qarşıya toqquşmaların qarşısını almaq üçün yaradıldı. İlk nümunələrin hündürlüyü isə təxminən 46 sm idi. 1960-1970-ci illərdə onun daha hündür və daha təhlükəsiz versiyası hazırlanaraq Amerika Birləşmiş Ştatları boyunca tətbiq olunmağa başladı. Bəs bu bariyeri kim yaradıb? Bu bariyer konkret bir şəxsin ixtirası deyil. O New Jersey State Highway Department tərəfindən hazırlanmış mühəndislik layihəsidir. Sonradan müxtəlif ölkələrdə standartlara uyğun olaraq təkmilləşdirilib. Bu bariyerlərin ən mühüm xüsusiyyətləri düz divar kimi olmamasıdır. Aşağı hissəsi maylı hazırlanır. Avtomobil ona dəydikdə təkərlər maylı hissə ilə istiqamətlənir və avtomobil əksər hallarda bariyer boyunca sürüşərək hərəkətini davam etdirir. Bu da avtomobilin havaya qalxması və ya qarşı zolağa keçməsi riskini əhəmiyyətli dərəcədə azaldır. Bu bariyerlərin əsas funksiyaları isə qarşı-qarşıya toqquşmaları azaltmaq, yolun hərəkət istiqamətini ayırmaq, körpüləri qorumaq, həmçinin piyadaların təhlükəsizliyini yaratmaq, kütləvi tədbirlərdə təhlükəsizlik zona yaratmaq olmaqla yanaşı, avtomobil yollarında olan təhlükəli obyektləri digər avtomobillərdən qorumaqdır. Ölkəmizdə də Jersey bariyerləri son illərdə magistral yolların ayrılmaz bir hissəsinə çevrilib. Onları xüsusilə Zığ Hava Limanı avtomobil yolu, Bakı dairəvi yolu, M1 Bakı-Quba-Rusiya sərhədi avtomobil yolu, M2 Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolu, M3 Ələt-Astara avtomobil yolunda görmək olar. Həmçinin yol təmiri zamanı şəhər küçələrində müvəqqəti beton Jersey bariyerlərindən geniş istifadə edilir. Bir standart beton Jersey bariyerinin çəkisi 2-5 ton, uzunluğu 3-6 metr, hündürlüyü isə 80-110 sm arasında dəyişir. Müasir bariyerlər həmçinin avtomobillərin müxtəlif sürətlərdə toqquşmalarına qarşı sınaqlardan da keçirilir. Jersey bariyerləri onu göstərir ki, təhlükəsizlik bəzən gözümüzün önündə olsa da, onun əhəmiyyətini yalnız təhlükə anında hiss edirik.